Salam Şəhriyar, xoş gəlmisən. Əleyküm salam, çox xoş gördük. Necəsən, nə var, nə yox? Belə də havalar soyuqdur. Bellin. Hə, elə də çox da ürək açan deyil, amma yaxşıyam. Sağ olasın. Bugün sənin köçəkənindən bəhs edəcəyik Şəhriyar, amma onun öncəsində istəyirəm səni heç tanımayan insanlar üçün biraz özün haqqında danışasan. Harda doğulmusan, harda böyümüsən, Bakıda yaşamısansa orada nə işlə məşğul olmusan, biraz bu barədə danışmağı istəyərdim. Tamam, yaxşı. Mən Rızayev Şəhriyar, 24-10-1989 doğumluyam. Bərdə rayon Kətəlparaq kəndindən. Bütün bərdəlilərə salam olsun. Bakı şəhərində böyümüşəm. Zarafat idi o. Bərdədə doğulmamısan? Bərdə doğmuşam. Ha, elə güldün, elə bildim zarafat edirsən. Yox, zarafat deyildi, Bərdə doğmuşam. Bərdəliyəm. Əslində Bərdəli deyiləm də, məsələn, əslimizə qalsan Qərbi Azərbaycan. Sonra deportasiya olunublar. Daha münbit yer tapa bilməyiblər, gediblər ora. Bərdədə, yəni kəndin də adı maraqlıdır. Kətəlparaq. Elə də kəndimizə salam. Sən Qərbi Azərbaycanlı olduğu demişdin, Bərdə deyəndə ona görə təəccüb. Yox, yəni oradan zaten qovublar axı bizi. Oradan da qovulanda harasa getməli idilər də. Yəni çox adam deyək ki, Bakıya gedibmi, ya Gəncəyə getmir. Bizimkilər də seçiblər ora getməyə. Çünki kənd təsərrüfatı ilə çox məşğul olublar. Ona görə faydalı idi onlara. Amma ümumən həyatım çox hissəsi Bakıda keçib. Bakı Türk Liseyin məzunuyam. 2007-2011-ci illər İqtisad Universitetinin Maliyyə Fakültəsini bitirmişəm. Sonra bir il necə deyirlər, kurort bir ərazidə əsgərliyimi başa vurduqdan sonra gəlmişəm, iş həyatına atılmışam. 2012-ci ildən IT sahəsində çalışıram. IT sahəsində necə oldu, marağın yarandı təhsilindən sonra? Çox qəşəng maraqlı tarixçəsi var onun. 3-cü kursa qədər hər şey əla idi. Mən maliyyə, sonra mühasibat falan, yəni vergi işi çox xoşuma gəlirdi. Amma 3-cü kursda təsadüfmü deyim, ilahi bir işarəmi deyim, nəsə belə bir şey oldu. Mən bir kod gördüm, kod nömrə C kodu, C proqramlaşdırma dilidir. Rus forumların birində. Həmin zaman 2009-cu ildən söhbət gedir. Həmin zamanlarda da yəni indiki kimi kurslar olsun, kitabxanalar olsun, internet bu qədər sürətli falan heç bir şey yox idi. Yəni ən belə bəsitindən biz internet kluba gedib kağıza kod yazırdıq. Yəni o dərəcədə əziyyət var idi də işin içində. Sonra da heç nə getdim evdə dədəmin belə deyək, əgər düz çıxırsa yaxasına yapışdım ki, mənə müəllim tap. Çünki nəyin ki müəllim? Ümumiyyətlə kimə soruşuram ki, proqramlaşdırma nədir, müəllim nədir, bilən yoxdur. Sonra bir uzaq qohum universitet müəllimi idi. Oradan belə ötürə belə deyək, Bakı dövlətdə bir proqramlaşdırma müəllimi tapmışdım, professor. Onun yanına getdim və ondan sonra maliyyə mənim nəzərimdə belə deyək, səngidimi deyim, söndümü deyim. Sonra mən fokus oldum sırf IT sahəsinə. Sonra da əskəriyə gedəndən sonra çox şey unutdum demək olar ki, gələndən sonra 1-2 ayda yenə bərpa elədim biliklərimi və başladım iş axtarışına. Sonra da başladım elə iş çalışmağa. Bir çox sahə dəyişmişəm IT-nin içində. Amma yəni başlanğıc tarixçəm belədir. Buradan da ona görə danışıram ki, bəzən olur ki, mən məsələn vergi oxumuşam, mən deyək ki, biologiya oxumuşam, mən coğrafiya oxumuşam, mən keçə bilərəm falan filan. İstənilən həvəs varsa, istənilən bir şey eləmək olar. Mən buna inanırım, çünki mən özüm bunu eləmişəm. Biraz çox çəkir. Yəni, uzun çəkir, əziyyətli olur, çünki işin içində deyilik. Amma alınır son nəticədə. Onda IT təhsili alandan sonra, bu peşəni öyrənəndən sonra başladın şirkətlərdə işləməyə, yəqin ki, Bakıda düzdür. Harda çalışmısan, iş həyatın nətər idi Bakıda? 2012-ci ildə elə APA Holdingdə, media qurumunda başlamışam. Sistem admin kimi, database admin kimi çalışdıqdan sonra 2015-ci ildə ilk olaraq xaricdə remote işimi tapdım. Yəni remote olaraq çalışmağa başladım. Həmin anda da demək olar ki, Azərbaycanda heç kim remote çalışmırdı. Əsasən pandemiyada remote üstünlük təşkil elədi. Yəni dəbəm indi. Amma o prosesə qədər olan hissə də çox maraqlı idi. Çünki mən özüm xəssiyyət olaraq aktiv community adam olduğuma görə database community yaratmışdım. Bug'lar tapırdım, nəyisə crash edirdim falan filan. Bunu da yəni heç düşünmürdüm ki, bu məni iş təklifinə gətirib çıxardar. Twitterdə də paylaşırdım həmişə öz tapdığım maraqlı nüansları.
Sonra bu database məhsulunu yazan şirkətin özü mənə iş təklif elədi ki, Percona adlı şirkətdə onlar MySQL serveri yazırlar. Yəni düşünün ki, bir IT produktu yazan, mən hobbi olaraq test edirdim. Hətta da bir 5-6 dənə bug tapırdım, crash reportlar verirdim onlara. O həmin orada işləyən team lead də mənə yazdı ki, görürəm də bunu hobbi olaraq eləyirsən, bəlkə indi də bir pul verək elə. Yəni gəl bizim teamdə çalış. 5 mərhələli intervyu idi, elə də sadə deyildi, yəni ona da hazırlaşmışdım. Bir də həmin zaman mənim ingilis dilim bu qədər axıcı deyil idi. Yadıma gəlir ki, telefonda 40 dəqiqə necə, yəni screening call deyirlər də, ilkin söhbətdə necə tərləmişdim. Sonra amma indi təbii ki, daha mükəmməldir. Azərbaycanlı şirkətlərdə də çalışmısan, Şəhriyar? Azərbaycan şirkətlərində 2018-ci ildə mən Perconadan çıxdım, sonra bir il bir Finland şirkəti vardı, onlarda çalışdım. Sonra Baglansda çalışdım. Toğrul bizim müdür idi, yəni həmin komanda ilə. Özümü çox xoşbəxt sayırdım, çünki bəlkə deyərdim ki, Azərbaycanın ən güclü IT komandasından biri olacaq bir potensialda. Yəni elə bir uşaqlar yığılmışdı ora. Qızdı, oğlandı, fərq eləmir. Məsələn, təsadüf deyil ki, deyək ki, mən buradayam, Ruslan var, o da Almaniyadadır. Murik var, o deyək ki, İspaniyadadır. Cahangir İspaniyadadır. Yəni o şirkətlə bağlanandan sonra hamı remote-a keçdi, sonra da yəni dağıldıq, amma daha yuxarı. Elə olur ki, məsələn, şirkətdən çıxırsan, işsiz qalırsan, çökürsən. Burada elə olmadı. Daha çox inkişaf elədik, yəni. Səhv bilmirəmsə, qısa müddətliyini də olsa Paşa Holdingdə də çalışmısan, düzdür? Hə, 2014-cü ildə 4 ay. 4 ay cəmi. 4 ay cəmi çalışmışam. Sonra baxdım ki, mənə uyğun deyil. Bəs Bakıdakı həyatın necə edirdi? Həm qazanc anlamında olsun, həm sosial həyatın olsun. Çünki oradan artıq yavaş-yavaş gələcəm köç səbəbi və necə idi oradakı həyatın o dönəmlərdə Şəhriyar? Təbii ki, remote işləyəndə bu arada vergi ödəyicisi olmalısan. Vergini də tam ödəmək lazımdır. Buradan deyirəm. Bunlar qanunvericiliyin tələbidir. Vergi ödənişi, vergi uçotuna düşmüşdük və tam qanuni şəkildə də yəni işləyirdik. Xaricdən bank hesabına pul gəlib göstərə bildiyimə görə də deyək ki, məsələn, ipotekaya girib nəsə bir ev almaq olardı və s. Amma təbii ki, remote işin özəyi məğzi bundan ibarətdir ki, Azərbaycan maaşından həmişə 5x olur. Yəni, məsələn, düşünün ki, deyək ki, 1000 manat alırsınız bir yerdə, remote işdə adətən 5000 manat alırsınız. Yuxarı pul təbii ki, daha yaxşı həyat vəd edir. Amma deyim ki, məsələn, lap da belə lüks həyat əldə eləmək olur. Yox, elə adam var ki, məsələn, 2-3 işdə işləyir, nəsə bir daha yuxarı şeydir. Mən elə bir həvəsim olmayıb, mən həmişə cəmi bir işdə işləmişəm və onu keyfiyyətli təhvil verməyə çalışmışam. Yasamalda yaşamışam həmişə axıra qədər. Həyatımda belə dostlarım çox olub, qohum-əqrabam çoxdur. Elə hər gün hardasa bir gəzirik, yemək olsun, içmək olsun. Yəni buradakı kimi deyil, deyək ki, quru pivə içirlər, yox. Bizdə özünüz bilirsiniz, pivə setləri həmişə. Setləri yoxdur. Belə bir şey yox. Ən darıxırıq həqiqətən, ən çox da darıxılan şey odur ki, yəni onu bir də hələ mən pubda falan otururam, bu almanlara göstərirəm ki, bax pivəni belə içərlər. Yəni su kimi içməzlər, hə? Bu nədə oturursan səhərdən axşama bir bakala. Anladığım qədər Bakıdakı həyatın həm maddi anlamda rahat olub, həm sosial həyatın da yaxşı olub, dostların, tanışların, bəlkə də qohumların. Və səni nə vadar elədi? Hansı nöqtədə dedin ki, mən deyəsən buradan ayrılmalıyam, köç eləməliyəm? Necə oldu o qərarı verdin? Bakıdakı həyatım yaxşı yox, super olub. Yəni deyək ki, çağırırdılar seminarlara, sonra məsələn müxtəlif universitetlərə gedirdik. Canlı yayımlar eləmişik. Həm də mən Python Community liderlərindən biriyəm. 2015-ci ildə yaratmışıq onu. İndi mən arxa plandayam. Başqa yəni adminlər, o da yəni şəxsi dostlarımızdır. Onlar idarə eləyirlər. Mənim əsas bir də burada belə bir şey deyə bilərəm ki, mən əvvəlki çıxışlarım var ki, onlar da YouTube-dadır. Orada məsələn deyirəm ki, mənim marağım yoxdur xaricə, köçmək istəmirəm. Bu bəzən indiki şəraitimlə, bəs adama deyirlər ki, nə oldu, 3 il əvvəl danışırdın ki, heç getmərəm falan filan. Bəs bu norması budur da, yəni həyat dəyişilən bir şeydir. Mən bir həftə əvvəl dediyim söz bugün səhv çıxa bilər. Bunu da qəbul eləməliyik. Məsələn, mən 5 il əvvəl deyirdim ki, yox, getmərəm heç vaxt, bura əladır. Sonra amma elə bir vəziyyət yarandı ki, yəni belə deyək, tarixi şərait elə üst-üstə düşür ki,
Sən bir anda qərar verirsən ki, bir anda deyəndə ən azı bir ay çəkir götür qoyun. Qərar verirsən ki, yox. Məsələn, indi köç eləmək lazımdır, indi getmək lazımdır. O da məndə iki əsas, yəni indi özümə də analiz edəndən sonra iki əsas səbəbdən əmələ gəlir. Birincisi pandemiya dövründə pandemiyanın özü, o lockdowndur, 6 bazar çölə çıxmamaqdır, SMS-dir falan filan. Bu mənim həqiqətən də psixologiyamı çökdürdü. Yəni mən depressiv olmağa başladım. Hələ bu azmış kimi, sonra da müharibənin baş verməsi, məhəlləyə şəhidin gəlməyi, deyək ki, qohumdan kiminsə yaralanması falan filan, bunlar hamısı psixoloji gərginlik yaratdı məndə. Və sorğuladım, yəni mən niyə daha xoşbəxt deyiləm, nə oldu mənə? O nəticəyə gəldim ki, mən yerimi dəyişməliyəm. Burada da, yəni yerimi dəyişməyə də özünüz bilirsiniz, çox yer var. Niyə məhz Almaniya düşünəndə, mənim bir dostum var Fəqani, o Nürnbergdə qalır. Engineering menecerdir, daha yuxarı şeydədir. IT sahəsində IT sahəsindədir və engineering menecer daha yuxarı pozisiyadadır. Onunla danışa-danışa axırı dedi ki, müəllim, məncə sən necə sən də gəl bu tərəfə. hazırsan, belə bir söz var, sən yetişmisən. Məncə momentidir, çalışaq bunu eləyək. Mən də razılaşdım. Sonra yadıma gəlir ki, Şərqin ən çox CV göndərəni idi. Şərqin ilk demokratik respublikasında. Yadıma gəlmir, amma çox böyük şeylə mən indi 85-90 arası yerə CV atmışdım. Hamısı da Almaniya daxilində. Hə, ancaq Almaniya. Yəni iş axtarında da belə şey. LinkedIn-dən ölkə olaraq, location olaraq Almaniya seçmişdim. Şəhər olaraq heç bir fərq qoymamışdım amma. Düşünürəm ki, indi yadıma gəlir məsələn o 85-90 yerdən 5 yerdən mənə şey gəldi ki, okey, intervyuya alırıq səni. Burada indi müxtəlif səbəblər ola bilər. Çox adam deyir ki, CV-in yaxşı olmayıb. Çox adam deyib ki, məsələn, mən analiz edirəm, yəqin ki, mən elə düşünürəm ki, location məndə Azərbaycan olduğuna görə hər şirkətdə relocate eləmir. Çünki relocate eləmək üçün sən çox baha başa gəlirsən ona. Bir insan məsələn relocate 20-25 min minimum evro pula başa gəlir. Plus sənə bonus verməlidir. Bura gəldikdən sonra bu relocation coach təyin edirlər. Çünki bilirik ki, Almaniyada kağız-çuğuz, bürokratik sənəd-sünət heç nə də başa çıxmaq olmur. İstənilən dövlət qurumunda da ingiliscə danışmırlar demək olar. Yəni mən gördüyüm odur ki, ən azından çürütməmiş söhbət belə deyək, danışmır səndən ingiliscə. O relocation bonus dediyin, səhv eləmirəmsə şeydir də, şirkət deyir ki, məsələn mən Şəhriyarı işə götürəcəm, amma Şəhriyarın da Bakıdan bura gəlmək üçün müəyyən qədər vəsait lazımdır. Bunun viza işləri də və o bura köçəndə kirayəsi olsun, osu olsun, busu olsun, müəyyən qədər pul ayrılır ki, Şəhriyar bura köçsün, rahat yerləşsin və şirkətdə rahat işləsin. Eynən, təyyarə, bilet xərci, ilk ayın kirayəsi. Çünki belə olur da, müvəqqəti ev tapmaq lazımdır ki, ilk 3 ay daimi evə keçə bilmək üçün. Onda onlayn falan tapırsan, ödəyirsən pulunu, onun pulunu şirkət sənə bonus olaraq geri verir. Yenə də bu danışıqdan asılıdır. Elə şirkət var ki, məsələn deyək, rasxodları, xərcləri ödəyir. Xərcləri ödədikdən sonra əlavə bonus verir. Baxır şirkətdən necə söhbət edirik. Niyə indiki şirkətim, yəni bu arada deyim də, yəni NordVPN şirkətində senior software engineer olaraq çalışıram. Rəsmi iş adı sənətdə, amma həm də gedir senior systems engineer. Belə baxanda elə də fərq yoxdur, eyni şeydir. Yəni detala girmədən eyni şeydir, amma fərqlər var. Ki bu arada sən şirkəti belə çox belə şey dedin, amma NordVPN özü də öz sahəsində lider şirkətlərdən birisidir. Yəni çox adam da bilir. Əsasən də pandemiya dövründə ya da bizdə müharibə dövründə VPN çox istifadə olunduğu üçün bir dəqiqə Bakıdan, Azərbaycandan baxan hamı bildi ki, NordVPN o NordVPN-dir. Yəni böyük şirkətdir. Sən onun Berlin filialında işləyirsən. Belə NordVPN birincisi dünyada birinci VPN məhsul satandır, amma həm də innovasiya üzrə də birincidir. Onun məhsulları var, NordPass, deyək ki, passwordları falan satır. Böyük şirkətdir. Headquarter, yəni baş ofisi Vilniusdadır. Litvan şirkətidir. Amerikada, UK-də, Hollandiyada, bir də Almaniyada ofisləri var. Mən onların Berlin ofisində. Sən necə oldu bəs bura qəbul aldın? Bayaq yarıda kəsdim sözü. Yarımçıq qaldı o hissə. 5 dənə yerdən intervyu təklifi gəlmiş demişdin. Sonra necə oldu proses? 5 yerdən intervyu təklifi gəldi. Mən hamısına bir-bir girdim. Onların ikisində birində second technicaldan kəsildim, o birində də behavioraldan kəsildim.
4-cü mərhələdən. 3-ündən offer aldım. 3 offerin yəni seçim olaraq da düşünsək ki, niyə NordVPN yuxarı maaşı o verirdi. Yəni ən belə açıqlayıcı şey ola bilər ki, baxdım hansı çox verir. Çünki mən başqa ölkəyə keçirəm. Kim daha çox maaş verirsə, mənə daha çox kömək olacaq. Bir də təbii ki, yəni NordVPN özü yəni böyük şirkəti, security şirkətidir. Bu önəmli idi mənim üçün ki, yaxşı tim olsun ki, mən orada həm də öz bildiklərimin üstünə də bilik əlavə edə bilim. Amma çox təəssüf ki, pandemiya dövrü, müharibə dövrü pulsuz VPN-lərdən istifadə edirdi bütün əhali. Pulsuz VPN-in də problemləri çoxdur. NordVPN pulsuz deyil, ona görə onu istifadə eləməyiblər. Ya da bir həftəlik onların yoxlanan versiyaları olur. Aynen, bir həftəlikləri yoxlayıblar. Sual versəz ki, pulsuz VPN-də nə olur? Pulsuz VPN adətən third party, yəni üçüncü yerlərə, üçüncü şəxslərə sizin dataları ötürmə ehtimalı çox yuxarıdır. Pulunu oradan qazanır. Hə, pulunu oradan qazanır. Çünki yoxsa başqa cür, yəni onun bir qazancı olmaz. Amma subscription based VPN-lər xüsusən də Avropada əsas yeri qeydiyyatı Avropa olanlar sizin datanın 100% garanti verir. Məsələn, bizim özümüzdə 0 log, bilmirik ki, kim hara neynir, map eləyə bilmirik. Yəni çünki mən özüm də istifadə edirəm, ürəyim istənilən yerdə də gəzirəm. Bəs Şəhriyar, tam tarixi xatırlayırsan, gəldiyin bura günü, hansı il idi o? Pandemiya, müharibə falan olubsa, bitibsə deməli 2020-dən sonradır. Yəni 2021. 2020-də müharibə bitdi. Mən biraz elə bir şey gec gəldim də, o sorğulaya düşünürdüm çox ki, mənim problemim nədir də. Yəni deyək ki, gedirsən həkimə, gedirsən terapistə, gedirsən nevropatoloqa, gedirsən nəyə, gedirsən bir ağsaqqalla danışırsan falan filan. Baxdım ki, yox, bu nəsə bunluq deyil. Bir kiçik səyahətə qərar verdim ki, görüm başqa hara bir ölkələr falan getmək olar. Yəni fırlandıqdan sonra da 2022-nin yayında mən bu prosesə başlamışam. Mənə dedilər ki, səni götürə bilərik 2023-ün yanvarın 2-sindən. Yəni mən 2 il, 1 ay nə qədərdirsə Almaniyadayım. Elə birbaşa da bu şirkətlə gəlmişəm. NordVPN məni relocate edib. İlk gəldiyim gün 2022 dekabrın 28-i. Yeni ili burada keçirtdim. Mən elə belə yeni il görməmişdim. Qırğın qiyamət. Muhabitdə idi, alt muhabitdə. Deməli, zibil qabları yandırdılar falan. Aləmdə idi bir-birinə. Qaçıb hosteldə gizlənmişdim əməlli başda. Bu il daha da betər oldu. Yəni xəbərim var da. Bu Şönəberg məhəlləsində bomba partlatmış. Yəni mən də bunları başa düşə bilmirəm. Yəni bir il bütün günü qanundan eləyirlər, amma bir gündə dağımdığım eləyirlər şəhəri. Yəni belə də. Almaniya dağılır da. Almaniya dağılır. Belə dağılır. O gün həqiqətən dağılır. Feyerbekdən dağılır. Razıyam. Bir də bu atəşfəşanlığı məsələn Azərbaycanda biz gücdən tapırdıq. Daxil qanunsuz. Burada yəni marketdən kilo ilə aparırlar. Eynən. Səhər saat 5-ə kimi də partlatdılar. Yatmaq da olmur, bir şey deyil. Yəni mən bəlkə deyək 20 falan yaşım olsaydı mənim marağım olardı. Düşərdim küçəyə mən də. Və iri çaplı şeylər partladılar. Əməlli başlı. Yəni mən durdum belə o hostelin qabağında durdum. Gördüm cəmaət də durub əlində pivə. Mən də bunlara qoşuldum belə. Dedim bəlkə kulturalni bir şok yaşayım. Şok yaşadım elə. Gördüm üstümüzə gəldilər. Orada zibil qabı açdı falan. Qaçdım, girdim içəri. Heç nə. Daha yəni foyedə oturduq. Bir söhbət danışdıq. Burada bir şey soruşacağam səndən. Biraz əsas söhbətdən uzaqlaşacağam, amma bu fikir maraqlıdır. Normalda məsələn Avropadan bizim ölkələrə baxanda da, bizim coğrafiyadakı ölkələrə baxanda deyirlər ki, bunlar məsələn 3-cü dünya ölkəsidir məsələn bunlara görə. Amma belə bəzi özəl günlər var ki, burada onları qeyd edəndə, o vaxtlarda burada olanda görürsən ki, nə qədər əslində barbar Avropalı da var və görürsən ki, əslində insanla bağlı bir məsələdir. Bunun ölkə ilə, coğrafiya ilə əlaqəsi yoxdur. Bizə 3-cü dünya ölkəsi kimi baxa bilər kimsə, amma bəzi günlərdə görürsən ki, problemdir. Tərsimlə bir dənə vuraram. O partladan Alman idi. Ala nədir? Elə bilər mənə. Qardaşım yoxdur, Alman. Almanlar partladırdı. Alman deyirdi onu. Şey olaraq düşünsək, məsələn bizim alt qonşu var, Rusdur. Adamla yəni 2 dənə Alman dalaşıb yeni il günü. Məndə 2023-ün yeni ilində əməliyyat olunmuşam. Yəni bəxtə bax, dekabrın 30-da mənim apenditsitim tutub. Həmən gəlib təcili yardım tulladı. Mən də dedim ki, yəqin nəsə bir yüngül ağrı olardı. Apardılar 2 saat koridorda saxladılar.
Sonra dedi ki, sən aparıq əməliyyatı. Mən də belə donluq olub. Elə adamım yox, heç kimə deməmişəm. Mənim bir dostum var Ruslan, yəni dediyim o Potsdamda. O da çatana ki, mən əməliyyat bitib eləyib, uzatdılar yəni ora. Bu da mən olmamışam. Nəsə feyerverk düşüb həmin o Rus dostumun balkonuna. Bunlar tutuşdular, nə elədilər. Biber qazı belə vurub Almanın gözünə. Alman da 2 metrə bir şeydə oturub ki, həqiqət çox ağrılı bir şeydir o. Feyerverk dediyin fişəngdir də. Yox, biber, feyerverk dediğim balkona fişəng düşüb balkona fişəng yatıb. Bu da indi içkili olubmu, nə olubmu deyib ki, deyirəm ki, fişəng düşsün də balkona. Ev yanmır, bir şey olmur. Niyə dalaşsın? Deyir, nə bilim, həmin vaxt qərar verdim ki, dalaşmaq lazımdır. Alman da bunu belə qaldırıb, balaca. O da belə gözünə nəsə də belə şey olub. Bu yaxınlarda gördüm, dedim, nə oldu söhbətin axırı. Demək, bunu cəriməliyiblər hardasa. 1500 avro. Hara? Yaxşı qutarıb, hə, yaxşı qutarıb. İkisi də şikayətçi olub, amma Alman deyib ki, yəni qonşuda nəsə belə bir şey olub. O toplam 2000 nəsə xəm, 500 şeyə... Yox. 500 nəyə gedib? 500 vəkilə, 1500 də bundan alıblar. Bu gülmüşdüm hələndə kimsəsiz itlərin mühafizəsi, nə bilim, nəyi var? Vəqfi var. Orayı deyiblər, yatırdılar. Hə, ona alıb yatırdıblar ora. Deyiblər ki, get yatırd ora. Burada yəni belə deyək. Mən də ondan zarafatlaşırdım ki, yəni də sən itlərə baxarsan, bu itin də cərməsini ödə, bu itin də cərməsini. O da mən şax deyir də, yəni bu Şəhriyar, Şaxriyar, şax. Hələm Rusiyada qalanlara padişah satdı deyir. Proqramın geri qalanında mən də padişahım deyir. Bəs gəldiyin 2023-cü ilin yanvar ayıdır. İşə də başlamısan artıq və o adaptasiya prosesinin necə oldu bura? Birdən çıxırsan, gəlirsən Azərbaycandan bura, yeni ölkə, yeni şəhər, yeni iş ortamı. İstəyirəm biraz o barədə danışasan, adaptasiya prosesinin haqqında. Adaptasiya prosesi haqqında danışa bilərəm. Biraz geniş götürsək, məsələn, bu mənim ilk ölkəm deyil. Yəni səyahət elədiyim. Ona görə mən məsələn Amerikada olmuşdum həmin o şirkətdə şeyləndə. Ukraynada qalmışam biraz, Rusiyada qalmışam, Montenegro, Rumıniya falan filan belə tədbirlərə gedib gələ-gələ ən azından bilirəm ki, okey, tək qalmaq nədir? Nə bilim, yemək bişirmək nədir falan filan. Sosiska yemək nədir? Yox, qəşəng milli mətbəx bişirə bilirəm. Yəni sosiska ilə yola vermirəm. Amma buranın biraz məsələsi o oldu ki, şəhər olaraq mən əslində deyirdim ki, Nürnbergə gedim, Fəqanın yanına, dostumun yanına. Sadəcə şirkət dedi ki, yox, ancaq Berlinə. Yəni Berlinə gəlirsənsə səni relokate eləyək. Ta naçar belə deyə əlacsız qəbul elədim. İlk 3 ayı Berlinin ən belə olmazın yeri var, Neukölln, orada Hermannstrassenin axırında qalmışam. Hansı ki deyirlər ki, orada necə qalmışam. Bir tər qalmışam, ucuz olduğuna görə qalmışdım. Bilməyənlər üçün biraz deyə bilərsən, niyə elə baxılır ora? Deyim. Yəni mən bilirəm özüm də burada yaşadığım üçün. Amma niyə elə baxılır? Çünki birincisi Alman Almanın nəsil dükanı burada. Yəni yoxdur. Yoxdur, ancaq gəlmədi. İkinci elə bir ab-ı havası var ki, sanki yəni küçənin təmizliyi belə göstərir sənə ki, elə bir biraz diqqətdən kənarda qalıb da. Yəni Almaniya deyil kimi. Tam olaraq pisləmək istəmirəm də. Məsələn, niyə görə? Çünki qəşəng qəlyanxanası var, restoranı var, təbii ki, ərəbin, türkün olan yerində. Yəni ürəyin istəyir, harda yeməlisən, məsələn, yaxşı ya Kreuzbergə gedərsən, ya deyək ki, Hermannplatz tərəflərə, ya Hermannstrassede bir yer tapacaqsan, Neukölln. Yəni bir şeyləri yaxşıdır. Amma məsələn gecə çox da belə özümü təhlükəsiz hiss edirdimmi? Yox. Ona görə çalışırdım ki, deyək ki, ofisdən çox da gec şey eləməyim, vaxtlı gedim. Yəni bu cəhətdən 3 ay orada qalandan sonra 3 ayda əslində yəni orada hələ də qalan azərbaycanlılar var. Söhbət mənim özümdən şey edirdim. Mən daha səliqəli bir yer axtarırdım. Və adaptasiya dövranım elə başladı. Amma mənim bu şirkət yaxşı support elədiyinə görə çox da stresim olmadı. Yəni düşünün ki, məsələn o Anmeldung dediyimiz ilk şəhər qeydiyyatına mənlə alman dilində bilən coach getmişdi. Yəni mən sadəcə orada mövcud oldum. Şirkət sənə onu vermişdi. Mənə onu vermişdi. Başlanğıcda belə olur. Bu da yenə danışıqdan asılıdır. Amma bu şirkət, deyək ki, bir başqa bir podratçı şirkət, bir ikinci şirkət olur ki, ondan servis alır.
Mənə 20 saat bu bürokratik işləri görməyə vermişdilər. Plus əlavə olaraq sənəd-sünəd işlərimi də kömək eləməyə, məsələn deyək ki, oturuma getməyə, kömək eləməyə, sonra bu dediyim kimi qeydiyyatdır, bank hesabının açılmağıdır, bürokratik işlər hamısını, yəni həmin o Javier adlı oğlanla, onunla da dostlaşmışam, indi də elə aramız əladır, Kolumbiyalıdır. Amma 20 ildir Berlində qalır, Alman dilisi superdir. Amma elə bir bizimkidir. Yəni çox ləzzət elədi mən onunla münasibət. O da deyir ki, mən birinci dəfədir sənin kimi adam görürəm. Çünki adətən məsələn gəlirlər deyək ki, mən deyir çox az adam mənə yemək təklif edir, yəni hörmət kimidir. Amma yəni mən işimi aşırtmışam da, yəni oturaq indi bir tikə çörək yeyək, adət var. Bizim mədəniyyətimiz şeydir. Mən utanaram məsələn, o gəldi, hə, mənlə 1 saatdır burada çənə döyür, mənim problemimi aşırdır. Hə, sağ ol. Elə şey olar ki, yəni bəlkə də baxa bilərsən ki, deyə bilərdim ki, əslində onsuz da bunu mənə veriblər, iş oldu eləsin, amma bizim mədəniyyətdə elə bir şey yoxdur da. Əlbəttə. Hörmətə hörmət eləmək lazımdır. Həm də ki, belə də insan olaraq da yaxşı insan deyə həmişə nə vaxt zəng eləmişəm cavab verib, meylimə cavab verib deyə. Və bütün o çətin bürokratik işlərdən onun sayəsində kömək elədi. Sonrakı şeylərdə artıq öyrəndim. Deyək ki, məsələn mən termin götürürəm, Auslandır Bördürə gedə. O mənim zaten sənədlərim oradaydı. Gedib danışmağa da ona ehtiyac yoxdur deyək ki. Nəm xəstəxanaya getməkdə bir dəfə qonşu ilə getdim. Başım çıxmırdı, nədir şey bu not vardı falan. Sonra bir nəm tərcümə proqramına da dərdini izah edirsən, bu şey götürmək üçün, yəni baxmaq üçün sənə. Təcili yardım işləri əladır. Amma da o bax elə belə gedim falan yerimi yoxladım, o təbii ki, yəni 2-3 ay çəkir tapana kimi o şey. Yəni o da mən belə deyim ki, əsas tərəfi bilirsən nədən ibarətdir? Mən elə şeydir ki, məsələn mən gedirəm xəstəxanaya. Deyək ki, qonşudur, qonşunu görürəm də. 2 dənə maşını var, nəyi var, villası var. O da mənimlə orada Notvalda gedib mənim növbəmdə gözləyir. Yəni o sən özünü dışlanmış, nə bilim deyək ki, bir üçüncü sort kimi hiss eləmirsən. O çətinlik o Almana da var. O da gedir anmelding üçün gözləyir növbə. O da termin götürür həkimi tapmaq üçün. Bərabərlik sosial həyatın hər nöqtəsində var. Yəni bəli, demək olar ki, hər yerində var, amma yəni hiss olunan yerində var da. Yəni yuxarı səviyyədə mən bilmirəm ki, deyək ki, milyarda olan hansı oyunlar oynayır. Mənim başım sınır. Deyək, aşağı və orta təbəqə hiss edirsən ki, okeydir, o da gedir səndən gözləyir. Polis ona da eyni davranır, sənə də eyni davranır. Düşünməzdim ki, mən elə də dəhşət belə depressiv oldum. Əslində axtardığım şeyləri taparkən çox xoşbəxt hiss elədim özümü. Məsələn nə? Deyək ki, pandemiya dövründə mən velosiped çox sürürdüm. Çəkdiyim zülm, ölümdən dönmələrim falan filan, yəni sayı hesabı yox idi. Bakıda, burada, yəni velosiped sürməyin üstünlüyü nədir? Bakıda həm də pandemiya postundan yaxşı yan keçə bilirsən. Çünki o maşınları axtarırsan. Mən də çiynimdə həmişə çanta falan olur. Deyir ki, dönər aparırsan, deyirəm mən. Get, yəni yola verdi şey. Yəni görürsən post var, tez dönə bilirsən, amma maşınla olmur. Velosipedi götürdüm, qoydum səkiyə, ara məhəllədən məsələn çıxdım, getdim. Çox rahat, çox qəşəng. Amma velosiped sürərkən başıma gələn hadisələr yəni şeydir, mən Səlyana sürmüşəm velosiped Bakıda. Səlyan hara, niyə? Nə bilim, 3 dənə nəfər çıxdıq yola. Başqa yer qalmamışdı, daha yaşıl. Əslində bilsən nəyə görə? Çünki yeganə aşağı düşən düzən yerdə axı. Çünki Şamaxıya getsən özü yuxarıdır. Nə tərk edir? Nə tərk edir ha? Nə tərk edir ha? Dedim orada bir dayı oğlu qalır. Onu da həm dedim ki, gedib görərəm. Ha, sən də ata tərəfdən, ana tərəfdən Səlyanlıydın. Mən də ata tərəfdən yerliyik. Yeraz Səlyanlı, biz görüşmüşük Berlində. Dedim ki, gedim elə dayı oğla da deyim. Nəsə 2 dəfə Bilgəhə sürmüşəm məsələn. Bir dəfə Novxanıya sürmüşəm. Səlyandan sonra onlar üzə maraqlı. Aha, Salyanda amma az qalmış, dizimdə ağrı baş verdi. Tam şey olmadım, tam gedib çata bilmədim. Bir də şey, Azərqazın qaz eli gəldi. Əl elədim, gördü qalmışam yol qırağında. Götürdü velosipedi tulladı ora. Sonra dedi ki, nə söz və zülüm deyirsən ha? Belə dedi, get də dedi maşınla. Nə zulümdür bu? Nəsə belə də orada da bir gün qaldıq falan filan. Bu arada Səlyanın özünün Səlyan pivə zavodu var axı. Var. Super bir şeydir. Nədir o? Lıqqa pivəsi. Lıqqa bulanıq su deməkdir də. Yəni o ne filtrə, unfiltrdə lıqqa deyirlər.
Biz bir-birimizi çox yaxşı başa düşürük sənlə. Mənim də bir tərəfim Səlyanlı, bir tərəfim Yeraz, sənin də bir tərəfin Səlyanlı, bir tərəfin Yeraz. Səlyan deyir connecting people da. Yəni nə velosipedlə sonra indi danışıram, istəsəz kəsərsiniz. Yox, əşi, yox. Şeydə məsələn Bakıda maraqlı olurdu. Məsələn velosipedlə gedirsən, bir dəfə olmuşdu deyək ki, bir iki qız maşın sürürdü. Gəldi, yaxınlaşdı, svetoforda deyir özümə niyə zülm versən? Ataq maşına, səni də aparaq da. Bay, elə şeylər də olmuş. O da nədir? Məsələn, o axı qızlara da o söz deyilib, yəni maşınla gedib əziyyət çəkirsən, ay xanım əziyyət məsələn, sataşıb. O da indi belə qaytardı. Amma mən heç vaxt sataşmamışam, elə mənə qayıtdı. Sonra nə bir deyək ki, daha yuxarı bahalı maşını olanın insana əzmək bir xassiyyəti var axı deyək ki, hazır bu. Hər yerdə var, amma bizdə daha çoxdur. Çünki mən düşünürəm ki, Azərbaycanda maşın kultdur, ənənədir. Elə bir maşın üstünlük dərəcəsidir. Nəqliyyat vasitəsi deyil. Əslində, amma A nöqtəsindən B nöqtəsinə getmək üçün. Əgər mən velosipedlə daha tez gedirəmsə, deməli mən daha ağıllıyam, daha üstünəm. Əgər mən avtobusla daha tez gedirəmsə, deməli səndən daha ağıllıyam. Çünki vaxtımın və pulumun həmçinin dəyərini bilirəm. Məsələn, elə bir dayılar olurdu, nə qaqaşlar olurdu, mübahisə düşürdü ki, yəni burada sürməməlisən falan filan. Yəni mən də bilmirəm, yəni izah edirdim ki, səki nədir, trotuar nədir, səbirlə davranmağa çalışırdım. Deyirsən orada sürməlisən, səkidə. Mən də deyirəm, səkidə sürə bilmərəm, mən düşməliyəm oradan. Düşdədir. Deyirəm, onda neyinəm, onu özümə yük gətirmişəm bu velosipedi. Bu velosipedi sürmək üçün var da. Sən belə şeylər ürəyimi sıxıb Bakıda, onu anlayıram mən. Yəni, axtardığını tapa bilmirsən. Elə bilirsən ki, məsələn, gəlirsən, görürsən, deyirsən, mən niyə velosipedlə məsələn idmana gedə bilməməliyəm. Sonra məsələn düşünürsən ki, skuter sürə bilmirsən. Yolda metronun ağzından çıxırsan, nə bilim, metrodan başqa hər şey var. Ya belə qəribə dayanacağa oxşamır. Avtobusun gələn vaxtı görsənmir. İndi yenə şükür inkişaf var heç olmasa. Yəni mən bunu pisləmək üçün danışmıram. Mən sadəcə fərqləndirəndə ki, adi şeyləri istəyirik də biz. Yəni mən başqa şey istəməmişəm. Mən deyirəm ki, mən bilim ki, avtobusa vaxt gəlir. Bax, lüksa bax. Ya amma burada appdan görsənir, monitordan görsənir. O ciddi problemdir. Mən gedəndə də olmuşdu. Yəni demək başa düşdün də. Məsələn mən gözləyirəm, elə vaxt olur ki, indi biz Yasamalda qalanlar bilir 17, 18, 39. Bunlar oranın krallığıdır. Bir də 77. Deməli 17 tapmaq uduş kimi bir şey olur da bəzən. O da necədir? Belə də dönüb düşə bilər köhnə İran klinikasına, ateistinə ya da düz gedə bilər. Keyfinə görə. Yəni aşağı yol bağlıdırsa mən hardan biləm aşağı yol bağlıdır? Deməli nə etməlisən? Orta yerdə gözləyirik. Əhalinin tapdığı həkə bax da. Svetoforda orta yerdə gözləyir. Hiss eləsək ki, o pavorotniki yandırıb qaçırıq aşağı, oradan dönürük. Yəni adi şeyləri niyə çəkək? Və bu da pis demək deyil. Sən danışırsan, əslində bu özü bir təcrübədir. Bu da bir səbəb olur ki, sən artıq deyirsən ki, mən yoruldum, gedim artıq sanki ya. Yəni transition niyə smooth olub, onu gətirirəm ki, burada amma məsələn deyək ki, mən gecikirdim işə, kola girişirəm, amma baxdım ki, Bolt velosiped var. Test skan elədim, başladım sürdüm. Velosiped yolu var, baxırsan Google Maps-də falan vaxtda gələcək avtobus, günüvü planlaya bilirsən, yolunu planlaya bilirsən. Yəni düşün ki, adi bir şey. Mən bir ilk dəfə görəndə çox belə şoka eləmişdim ki, şoka düşmüşdüm ki, yəni velosipedlə dairəyə girdi, yəni Kurqada belə. Kurqa velosiped girdi, bütün hərəkət dayandı. Gözlədi ki, o velosipedçi çıxsın oradan. Mənim bir dəfə Kurqa girmişdim, mənə az qala bir 5 maşın orada tapdalanmışdı. Hələ bir siqnal da verdilər ki, sənin Kurqda nə işin var? İndi gəl oturub başa sal ki, mən də nəqliyyat vasitəsiyəm. Hətta eyni hüquqlu. Məsələn, mən piyada keçidi görürdüm, o zebranı düşürdüm. Düşüb keçməlisən, üstündə getməməlisən. Qırmızıdır, qırmızıda dayanıram. Və full kompleks sürmüşəm həmişə. Kaskdır, nə bilim, əlcəyimdir, işıqlarım qaydasında. Qanuna uyğun. Qanuna uyğun. Nə deyirlər, o işıq qaytaran jilet tərcüməsi. Fosforlu olan şeylər. Yəni də atrajatelni demirlər, ondan da geyinirdim ki, gecə xüsusi görməyənlər üçün ki, o da görsəm. Yenə də xeyir olmurdu. Elə bir yerdən çıxırsan, görürsən, burada Kurqda hamı baxır yol verir. Yəni belə şey var da, o ilk gələndə həmişə insana ən xırda şeylər belə wow effekti verir də. O ingilisin sözü var ya, observe edirsən. Yəni otururdum məsələn deyək ki, Morris Place indi gəlməmişik buradan. Oradan baxırdım ki, görüm nə olacaq indi. Görək velosipedçi vurulacaq ya yox. Bir də gördüm məsələn 50 dənə velosiped gəldi Kurqdan. Bütün hamı dayandı, polis də daxil olmaqla
velosipedçilər qardaş özü rahat çıxıb gedəndən sonra bu belə bir hərəkətin eləyirsən ki, nətər olub da, yəni hansı səviyyəyə gəlib çatıblar. Ən elementar sadə şeylərdən danışıram. Sonra yəni mən şey deyirdim də, deyək ki, maşın sürmək də Azərbaycanda bir şeydir axı. Yəni nəqliyyat vasitəsindən çıxdığını bayaq dedim, amma təbii ki, tıxaclar da burdadır. Məsələn, mən ancaq və ancaq həftə sonu maşın sürə bilirdim. Çünki səbrim çatmırdı həqiqətən də. Ondan sonra piyada gedirdim. Məsələn, işim elimlərdə də düşürdüm piyada. Bəzən elə olurdu ki, gəlib çıxırdım bu 20 nömrəli məktəbə, İçəri şəhərə, piyada da gedirdim. Tək maşını sürməyim. Yəni gedim oradakı o tıxaca düşməyimdi. Həmişə də kirli olurdu, palçıqlı olurdu. Ham da deyirdi ki, bu nədir, sən maşına baxmırsan falan filan. İnanın, məndə belə bir şey də vardı. Məsələn, mən o moykada gəlib gözləyirsən saatla. Məsələn, elə adam da var. Bunu şey olaraq demirəm, onun seçimidir. Amma məsələn, adətən gedim saatla orada gözləyən var. O üstü çayxana altı moyka effekti də oradan yaranır. O həvəslə gedir ora, o gözləyir orada. Mənə o qədər vaxt itkisi kimi gəlirdi. Plus da o yerin aurası elədir ki, sən özünlə kitab da apara bilmirsən orada. Deyəcək bu ağıllı kimdir, kitab oxuyur. Moykanın üstündəki çayxanada. Yəni metroda belə adam çəkinir, hamı baxır şeyə ki, yəni hələ bir dəfə şey olmuşdu ki, nə demişdi? Artistlik eləməklə. Yox, artistlik eləməkdən nə demişdi? Yer verməmək üçün eləyir. Belə bir şey olmuşdu. Mən də belə baxdım. Bizim ən çox güldüyümüz proqram deyək. Yəni belə qonağımız şən söhbət olanda belə olur. Yəni ümumən vətənin müsbət yerləri çoxdur. Bayaq dediyim kimi. Onları da onsuz soruşacağam. Yəni bizim yemək içməyə çata bilərmi? Yəni bu onu soruşacağam hamısı. Yəni elə şeylər. Amma səndən bir şey soruşmaq istəyirəm. Sən bura gəldin NordVPN-ə. NordVPN-də ingilis dilində çalışsan, düzdür? Və buna görə də yəqin ki, alman dilini öyrənmədən gəlmişdin. Alman dilini bilməməyin hansısa bir dezavantajını yaşamısan Şəhriyar? Alman kökənli şirkət olmadığına görə işçi sayıda Almanların sayı aşağı olduğuna görə, yəni Alman sayı az olduğuna görə, dominant dil Alman olmadığına görə heç bir əziyyət çəkmirsən. Səfirlikdən soruşmuşdular məndən. Mən də o şirkətdə yazmışdım ki, yəni Bakıda olanda səfirlikdən soruşmuşdular ki, Alman dili sertifikatı falan. Mən də rəsmi məktub yazdım. Dedim mənə bir məktub göndərin peçatda ki, bu adamın Alman dili bilməyinə ehtiyac yoxdur. O məktubu da qoymuşdum sənədin arasına, elə şey vermişdim. Bir də bir problem olmuşdu. Blue Card bilirik də oturum tipidir. Yüksək ixtisaslı kadrlara verilir. Mənə adi viza vermək istəyirdilər. Mən də orada dedim, yox, mən adi viza istəmirəm. Mənə o vizanın özü var, bir də vizanın əlavəsi, cüzat plat dedikləri. Məsələn, o vizaya əlavəyə 18 kimi nədir? O punkt düşmürsə, buradakı miqrasiya sənə blue card vermir. Onu səfirlik səviyyəsində şey eləmək lazımdır. O da dedi ki, sənin təhsilindən işin uyğun gəlmir. Mən də getdim, oxudum təzədən blue cardın şərtlərini. Orada yazmışdı ki, ya uyğun təhsil və ya 3 il iş. Yəni mən də götürdüm həmin o 3 il işi sübut elədim onlara. O da əslində belə böyük bir çətin bir şey sübut elədim də biraz böyük çıxdı. Yəni nə elədim? Keçmiş şirkətlərin müdirlərinə yəni CEO, CTO səviyyəsində yazdım ki, mənə deyin, göndərin ki, filan vaxtdan, filan tarixə bizdə işləyib. Məsələn, belə 3 il Perkonada işləmişəm. 3 il buradan götürdüm. 3 ildə o bir şirkətdən, yəni mən 3 il yox, 6 ili sübut elədim. Plus da ali təhsilim zaten var idi. Amma uyğunsuz idi. Yəni o problemi də elə həll eləmişdim. Ora düşmüşdü ki, amma yenə də baxmayaraq ki, ora o səfirlik yazır onu, Ausländer Behörde, yəni miqrasiya idarəsi qərar verir hansı tip oturum düşəcək sənə. Onun təsiri yox. Sadəcə onu orada görməsə zaten verməyəcək. Bəs qısa istəyirəm bu barədə də məlumat verəsən. Sənin kimi proqramist ola bilər, proqramçı ola bilər, ya başqa sahədə çalışıb bəlkə də NordVPN-də işləmək istəyən həmvətənlərimiz ola bilər. Səncə nə etməlidirlər, nə cür çalışmalılar, özlərini necə inkişaf elətdirsinlər? Səndən nə gözlədilər, nə gördülər intervyuda məsələn ki, səni seçdilər? Bu biraz belə şey səslənsə, it depends söhbəti var ya, aslında timdən, timin tələbindən və hansı proyekt olacaqsınız ondan. Bunların hamısını əvvəlcədən detallı şəkildə kommunikasiya etmək lazımdır. Soruşmaq lazımdır ki, məsələn, ilk 30, 60, 90 gündə məndən nə gözlənilir? Bu proyektin ən çox belə silkələyici, challenge edən hissəsi nədir? Bu iş daxilində olan şeylərdə. Mən daha çox əslində intervyu intervyu prosesində məsələn sizi texniki intervyu elədilər, düzdür? Axı sən də sual verməlisən.
Bəs sən bilməsən ki, səni nə gözləyir. Necə razılaşacaqsan ona? Yəni düşünmək lazımdır ki, düşünün ki, deyək ki, mən tərsinə gedirəm də texniki hər şeyi keçmişik, amma elə bir mərhələdəyik ki, biz anlamağa çalışırıq ki, onların tələbi nədir bizdən. Bunu anlayandan sonra intervyun tərini də dəyişə bilirik. Yəni bir növ yaxşı mənada manipulyasiya edə bilirik. Məsələn, deyək ki, siz başa düşürsüz ki, bu tim ağırlıqlı plan texnologiyanı istifadə edir və sizin də 3 gün vaxtınız var. Tezbazar o texnologiyada bilmədiyiniz şeyləri yuxarı qaldıra bilirsiniz. Və bu formada, yəni necə deyək, axıcı olaraq intervyunu öz lehinizə çevirə bilərsiniz. Yəni başa düşsəz ki, əsas olaraq nə istifadə edir, problemləri nədir, hansı problemləri həll edir, sizdən nə gözləyir? Bu formada o intervyuları keçmək olar. Yəni daha çox uğurlu olmaq olar. Texniki cəhətdən də nədir? Yəni standart olaraq bilinən intervyu tipləri var. Məsələn, deyək ki, Google-dur, Microsoft-dur, Netflix-dur falan filan. Bunlar yuxarı şirkətlərdir. Onlar adətən alqoritmik tapşırıqlar verirlər. Çox vaxt LeetCode platformasında bu nümunələri var. Məsələn, deyək ki, sistem dizayn intervyusu olur. Sistem dizaynında o deməkdir ki, deyək ki, arxitekturasını qururuq. Atıram, məsələn, deyək ki, YouTube necə, sən bir YouTube-u necə qurarsan, yəni WhatsApp-ı necə qurarsan, ən belə sadə şəkildə və yaxud da öz içində olan hal-hazır ki, problemləri var, onu səndən intervyu prosesində həll etmək istəyir. Bu da təbii ki, təcrübə ilə gəlir. Yəni bir neçə sistemi qurmaq lazımdır, bilmək lazımdır. Amma yenə də sistem dizayn üçün ayrıca kurslar var, onu keçmək olar. LeetCode üçün, alqoritm data strukturları üçün yenə də sonsuz sayda resurs var, kitablar var, onları keçmək olar. Behavioral questions deyirlər, yəni bu nədir? Məsələn, deyək ki, cultural, yəni kultural fiti yoxlayırlar ki, sən onlara uyğunsan ya yox. Bu da yəni demək olar ki, çeynənmiş bir şeydir. Yəni Google, məsələn, ayrıca kurslar var. Google-ist, Googler, yəni yoxlayır ki, sən ona uyğunsan ya yox. Ona da yaxşı vaxt ayırıb hazırlaşmaq olar. NordVPN-də bizim proses aşağı-yuxarı oxşar oldu. Həm coding challenge olsun, həm home task olsun, deyək ki, həm sistem dizayn, amma çox da ağır olmadı. Mən gözləyirdim ki, çox ağır olacaq, amma məncə mənim keçmiş təcrübələrim, bir də özümü intervyuda necə pozisiyalandırdım. Axıra yaxın mən hiss elədim ki, mən dominant pozisiyadayam artıq. Yəni hiss edirsən onu ki, sən keçmisən ya yox. Sonra da dedi ki, okey, bunu da bilirsən, bunu da bilirsən. Və bu formada irəliləyəndən sonra ən sonunda gəlir ki, təbii ki, maaş danışığı. Orada da artıq head gəlir, engineering manager varsa o gəlir, yəni CTO səviyyəsindəsənsə o gəlir və HR falan artıq bu müzakirəni də aparmaq olar. İş mühitindən məmnunsan Şəhriyar? Ya da iş mədəniyyətindən nə görürsən? Nə kimi fərqliliklər var Azərbaycana baxanda? Azərbaycanım. Yəqin ki, çox fərqlidir. Hiyerarxiya anlamında. Belə deyək, mən dediyim kimi, yəni ilk xarici şirkətim olmadığına görə mən zaten bilirdim ki, necə olacaq bu şey. Amma məsələn, ilk dəfə mən bu şoku həmin Amerika şirkətində yaşamışam, bilmirəm. O da necədir? Məsələn, mən həmin o remote işdən çıxarılmışdım. Məzuniyyətdə ola işdən çıxarılmışdım. Həmin o remote işi elə bir ki, dedim ki, mən işsiz qalmışam, nə edəcəm falan filan. Bir Allahın işi ilə bir tapdım, intervyu falan filan, ilk danışdığım işdi. Və mən deyirəm ki, məsələn 1000 manat maaş alırdım. Mən nəzərimdə tutmuşam ki, 1500 manat versələr bəsimdir də, yəni işsiz amma onsuz da. Birdən mənə qayıt dedi ki, məsələn 3000 dollar yarayır sənə. Mən də gözüm belə şey dedim, nə qədər? Dedi 3000. Mən də dedim ki, yarayır nədir? Bomba kimi. Yəni remote iş, ilk iş 1000 manat alırdın əvvəl, indi bir 4 qat çoxudur zaten. Plus da ki, zaten işsizsən. Yəni burada nə oldu? Bundan artıq nə olmalıydı? Çox belə sevinmişdim falan. Amma digər bir şey oldu ki, mənə laptop lazım idi şirkət. Mən də harda ən babatı var, onu seçmişdim. Həmin o dostum Ruslanla. Bu yaxşıdır, bu touchdır nə falan. Yəni 2015-də düşün touch screen, nə bilim 30 gram nəsə tapmışdıq. Sonra mən ona dedim ki, mən bunu istəyirəm, amma Azərbaycana inanmıram da bu çata gələr, nə. Dedi, CEO birbaşa mənə yazdı ki, mən onsuz da Moskvaya gələcəm, onu öz çantamda gətirərəm sənə. Bu ona görə demirəm, CEO-lar bütün gün düşməlidir, işçilərin yanında oturmalıdır, nərd atmalıdır, yox. Bunu sadəcə deyirəm ki, yəni yanaşma necədir. Bir də mən orada məsələn 6 ayda başlamışdım. Adam mənlə one-on-one saldı. Orada xüsusi bir ekspert var idi. Personal happiness üçün var idi. Yəni işçilərin xoşbəxtliyini ölçən.
Mən də 6 ay Yasamaldan hansısa bir qaqaj, bir ən cavan da mənəm. Yəni 25 yaşım var idi, 25-26, ən cavan da mənəm. Oturtdu mənim qabağına, o elə Amerikada canlı, yəni getmişdi ora və bir soruşdu, mən səni necə daha çox xoşbəxt eləyə bilərəm. Onda da belə baxdım ki, vay dədə, yəni belə bir wow şey gəlir ki, vay aman, yəni belə şeylər də olurmuş. Kimsə mənim xoşbəxtliyimi Mən xoşbəxtliyimi düşünür, yəni ancaq iş düşünmür, sən mental şeyi də düşünür. Buna görə bu şeyləri yaşadığıma görə, həm də xaricdə şirkət işləyişi, tim daxili münasibətləri yaxşı bildiyimə görə burada da çox rahat, yəni manevr eləyə bilirəm belə baxanda və heç bir problem yaşamıram. Amma fərqliliklər var. Məsələn, mən danışdırıram digər dost yoldaşlarım burada, Alman kökənli, ağırlıqlı Alman olan şirkətdəki münasibətlərlə, dövlət orqanlarındakı münasibətlərdə bu, Vilnius, yəni Litva şirkətinin arasındakı münasibətlər çox fərqlidir. Məncə belə daha yaxşıdır, yəni daha şeydir. Əks arqumentim demək olar ki, yoxdur. Yəni hansısa bir konflikt olanda belə onun da bir mədəni surətdə çözülür. İntriqa sıfırdır, ən önəmli şeylərdən biri. Məsələn, Azərbaycanda intriqa çox olur iş daxilində. Kimsə kiməsə nəsə eləmək istəyir, maraqlar toqquşur falan filan, belə qalırsan orada. İşdən çox intriqa ilə. Yəni başın zanit olur da, Allah bu sözü buna dedi, o ona dedi, bu bunu mən nə qələt elədim, qaldım ortada məsələn. Belə bir fason bir şey yaradır. Peşmançılıq yaradırlar heç nədən. Yəni adi bir şeydir. Yəni adamlar başını salsa aşağı, işini görsə, menecmentdə ancaq işinin deyək ki, işçini sıxmaq yox, onun xoşbəxtliyi haqqında düşünsə, necə tim daha çiçəklənə bilər, o haqqda düşünsə, daha yaxşı olar. Məsələn, Bağlans bunun üçün nümunə idi. Mən həqiqətən də düzdür, Toğrul deyək ki, YouTube-da falan canlıya çıxır, altdakı kommentlərə də baxmağa adam ürəyə gəlmir, hamı yəni yağdırır orada. Toğrul soyadı nə idi? Toğrul Səməd. Səməd. Amma mən məsələn onun haqqında deyə bilərəm ki, məncə mənim düşüncə ən yaxşı bilikli və komanda idarə edə bilən insanlardan biri idi. Məsələn, onun pandemiya idarə etməsi ayrıca bir incə sənət idi. Çünki özü həkimdir və başı çıxır ki, nədir? Biz oturduq, yəni virus nədir, necə işləyir, bakteriya necə işləyir. Prezentasiya. Yəni dəfələrlə hamını yığırdı, iş dayansın, gəlin şeydir, izah edir. İnsani münasibət, bildin? Yəni ən önəmli şey odur. O boss kimi yox, lider kimi. O liderlik qabiliyyəti tamam başqa bir şeydir. Məncə bunlar çatışmır Azərbaycan şirkətlərində. Hamısında yox təbii ki. Yəni açıq heç bir yerdə də işləməmişəm elə. Ancaq elə Bağlans idi, Paşa idi 4 ay falan. Bir də o da qədim olub, yəni 2014-də. Şəhriyar, istəyirəm bütün bu iş mövzularından kənar, biraz da işin sosial tərəflərindən danışaq, buradakı həyatın. Sosial həyatın necə edir? Nəyinirsən? Xarici dostların varmı? Onların ünsiyyətin necədir? Yoxsa daha çox öz müşkillərlə mi görüşürsən? Mən biraz şəhər xaricində qalıram. Sakit yer axtarırdım, beyin sakit olduğuna görə. Orada necədir? Məsələn, bir dənə alman var, Julius dostum. Onunla görüşürəm. Onun Zomergarten dediyimiz o çayın qırağındakı balaca bir taxtadan evi var. Yayda əsas orada olur. Elə hər gün demək olar ki, axtarır. Onun kateri də var. Onunla Göylə çaya gəzirik. Həftədə 2 dəfə idmana gedirəm, deyək ki, velosiped sürürəm. Belə özüm üçün nəsə bir aktivlik yaradıram. Azərbaycanlılarla da görüşürük təbii ki, amma mən əvvəlcədən bir həftə əvvəldən hamıya deyirəm də, məsələn, mən Berlindən gələcəm, deyək ki. O da nəzərə alırlar, vaxtı uyğunda ona bölünürlər. 2 dənə rus dostum var, dostlaşmışam, 2 dənə türk var, ondan dostlaşmışam. Belə də, yəni dediyim kimi, yəni nə qədər aktiv həyat sürməyinizdən asılıdır. Bu da mən 100% anlayıram, yaşla gələn bir şeydir. Məsələn, deyək 18-20 yaşda Berlində təhsil almaq, o nəinki mənim kimi 35 yaşda deyək ki, burada işte mənim üçün maraq odur ki, velosiped sürüm, velosiped yolu nə qədər təhlükəsizdir. Yox da ağac görürəm, ay Allah nə qəşəng, ot görürəm, göbələkləri sayıram məsələn, düzdür bu belə şeylər. Amma deyək ki, məsələn, cavan qan üçün party club maraqlıdır, night club maraqlıdır ki, onda sosial həyatı fərqlidir. Onda sosial həyatı fərqlidir. Friedrichshain mərkəzidir. Yəni gedir orada qalır, orada yaşayır, gecə evə gəlmir falan falan. Yəni dediyim kimi nə axtarırsınız, marağınız nəyədir ona. Məsələn mənim bir kitab, bir kofe, o da olmadı hər hansı bir qatarı tutub, məsələn Leipzigə gedən qatara min, kitabın oxu, olsun sənə deyək ki, aktivitə. Yox da dostlarınla görüşürsən, nə Azərbaycan restoranı var, ora getmək olar.
ya hansısa bir paba gedirsən, yenə də ondan danışırsan, nə gözləyirsən ondan. Yəni sosial aktivlik dediyimiz sənə nə sən o qədər personal bir şeydir ki, şəxsi bir şeydir. Səni nə xoşbəxt eləyir, onu tapandan sonra deyirsən ki, bax budur. Elə mənə bu lazım idi. Yəni mənim deyəsə sakitləşmək lazımdır. Mən istəmirəm məsələn gecə həyatı olsun. Eləmişik. Yəni görmüşük nə olan şeydir. Amma şəxsi olaraq deyirəm ki, vaxt itkisidir o da. Yəni onu da nəzərə alsınlar, çox da baş qoşmasınlar, müvəqqəti şeylər. Bəs bütün bunların işığında Berlində, Almaniyada yaşamaqdan dolayı xoşbəxtsən ya da sevirsən Berlini? Yəni belə deyək, mən özüm olaraq deyirəm ki, məsələn Berlin multikultural olduğuna görə, gəlməsi çox olduğuna görə elə də hiss olunmur ki, sən qeyri-millətsən. Yəni demək olar, məsələn ofisə girirsən, hamı ingiliscə danışır. Amma bu qıraqda bir yerdə nə kənd tipli yer olsun, ya deyək ki, hansısa cənubda olsun, məsələn şayələr gəzir ki, deyək ki, Bavariyada daha yuxarıdır bu şeylər, nə almanların çox olduğu yerdə daha yuxarıdır. Amma mən şəxsən heç bir ayrı seçkiliyə bir Alman tərəfindən nə dövlət idarəsi olsun, nə dostdaşlıq olsun, nə də iş yeri olsun, heç bir ayrı seçkiliyə tuş gəlməmişəm. Deyilənə görə var, amma mənim başıma gəlmir. Gəlsəydi deyərdim, hər yerdə də deyinərəm özdə ki, yəni belə bir şey olub, olmayıb. Olduqca yəni səviyyəli davranırlar adamla. Xüsusən də necədir? Məsələn, biləndən sonra ki, sən intelligent adamsan, onda da daha başqa yanaşır. Çünki hər gəlmə də eyni cür olmadığına görə bunlarda da bir stereotip yaranır ki, okey, qaradır, bu ərəbə oxşuyur. Çox bir ehtimal ki, qaçqındır falan, işləmir, şey eləmir, vergi vermir. Amma məsələn oturursan deyirsən ki, mən də vergi verirəm, mən 4 dildə danışıram falan baxır belə ki, yəni deyir bəs niyə almanı öyrənmir? Bu yaxşı sualdır. Məsələn hər dəfə sual verilir ki, niyə alman dilində öyrənmirsən? Mən də deyirəm ki, yəni şeydir, prioritet deyil hələ ki. Məni anlayın, prioritetim deyil. Çünki birincisi çətin dildir. Bir dil nə qədər çətinləşdirilə bilərsə, çətinləşdirildiyib. İkinci də ki, yəni dediyim kimi, məsələn işləyirəm, mən idmana gedim. Sonra deyək ki, özümün marağını, kitablar, oxunası kitablar var. Özünün sosial bir mühitini qurmalısan. Dostlar çağırır, o çağırır, şey, yəni nə vaxt hardadır o şey? Ən gözəl dil öyrənmə metodu tələbəçilikdir də. Yəni boş vaxtın bol. Nə qədər istəyirsən gəlirsən conversation club-a falan. Yəni bu haqqda düşünürəm. Yəni Almaniyada yaşamaq, xüsusən birində yaşadığım üçün xoşbəxtəm deyə bilərəm. Məhz dediyim infrastrukturu üçün nəqliyyat, yəni mən ictimai nəqliyyatın vurğunuyam. Mən Azərbaycanda qalanda da mənim bu ağrılı yerim idi. Mən istədiyim yerə getməyi bacarmalıyam. Adi məsələn, niyə metro 12-də bağlanmalıdır ki? Yəni bu hansı məntiqə ya da bağlandırsa bunun başqa cür kompensasiyası olur. Niyə yaxşı o bağlandı. Sonra mən niyə gedim? Niyə hamı 12 deyib olmadı? Ya burada məsələn deyək özün bilirsən də S-Bahndır, 24 saat işləyəcək metro. O işdə məsələn bir avtobus replacement dediyimiz o yer dəyişməsi var. Nəsə bir problemlər olur, tez onu həll etməyə meyllidirlər. Yəni 3 növ qatarla gedirsən, 3 növ avtobusu var, deyək tramı var, metrosu var. Mən bilmirəm burada maşın nəyə lazımdır həqiqətən də. Bu mənim xoşbəxtdir. Çünki mən maşın sürməkdən, tıxazdan, ümumiyyətlə o sıxıntıdan qaçmışdım. Yəni maşın sürürsən cəriməsi bir dərd idi. Tıxacı bir dərd idi. Ona da lüks deyib bir anlayış da otuzdurublar. Yəni maşının yoxdursa belə də qaqaşın maşını var, olmalıdır. Hər şey status məsələsi olduğu üçün. Mən neynirəm onu? Ehtiyac yox. Bura bombadır, başım rahat, qatara minirəm, kitabımı oxuyuram. Bəs nə qədər burada yaşadığın üçün xoşbəxt olsan da, özünü heç qəribçilikdə, qürbətdə hiss edirsən, o hissiyat ki var ha, o olur içində. Nə yalan deyim, məsələn tək qalanda, özünlə tək qalanda bəzən sorğuluyursan, hansı növ sorğulamaq olur. Amma bu mövcudiyyət sorğulaması deyil, yəni ekzistensial sorğulama deyil. Sadəcə özün də qalanda düşünürsən ki, həqiqətən istədiyim buydumu? Sənin bu indiki halın qane edirmi? 5 il sonra eyni vəziyyətdə olacaqsanmı? Yəni bu tür düşüncələrdən, bu növ düşüncələrlə özünü şey eləyə bilirsən. Amma ümumən yox. Mən deməzdim ki, özümü tam qürbətdə hiss eləmirəm. Yəni belə demək istəyirəm yekunda. Darıxdığım şeylər çoxdur dediyim kimi. Elə onu da soruşacaqdım. Ən çox nədən ötürü darıxırsan? Yemək, içmək, qohum əqrəba, o istilik, o get-gəl.
yəni əmoğlu çağırır, mamoğlu çağırır, dost çağırır falan. Belə şeylər burada yoxdur. Yəni bu Almanın özünün xəssiyyətindən irəli gəlir. Onlar da yəni o da termindəndir. Termin dediyin yəni nə deyirlər bizdə nədir o? Randevu. Görüş təyin etmək. Görüş təyin etmək olur. Əmoğlu sən görə bilərəmmi? Görüş təyin edir. Ya görüş təyin edib zəng edib biz deyirdik ki, əmoğlu hardasan? Mən Xətaydan keçirəm məsələn. Ya Binəqədidən. Mən buradayam. Yəni belə bir o spontan görüş yox. Spontan görüş anlayışı yoxdur. Sonra dediyim kimi, yəni o mətbəxin keyfiyyəti o deyil. Amma istənilən digər şeyləri dediyim kimi, yəni ruhən özünü sağlam hiss edirsənsə, ürəyin bir rahatçılıq tapıbsa, cibində də pulun varsa, yəni sən niyə özün belə niyə sıxıntı da hiss eləyəsən ki? Məsələn, qürbətdə sıxıntıya düşən adamları da danışdırırsan, onlarda nədir? Məsələn, iş tapmaqda çətinlik çəkir, viza sənədləşməsində problemi var, Auslander Behörderdə problemi var, ya hansısa xırda bir cinayət işləyib, orada problemi var. Nə bilim, sıxıntı ondan gələr də. Yəni hər an belə tikan üstündəsənsə, sən mənəvi olaraq rahat deyilsənsə, sıxıntı. Maaş səni qane eləmirsə, nə bilim, ürəyin istədiyin şeyi yeyə bilmirsən, içə bilmirsənsə, kəsə yaşayırsansa, odur. Amma yəni Azərbaycanda da belədir də. Ki Azərbaycanda yəni necə deyirlər, qaz vurub qazanda olmur ki. Yəni orada da maddi sıxıntı var. Yəni sadəcə əlavə sıxıntılar da çoxdur. Yəni biraz da o mövzudan danışdıq. Məsələn, mənim xoşuma gələn, cəmiyyət olaraq xoşuma gələn şey odur ki, hər şeyi sorğuluyurlar. Məsələn, bizdə əhəmiyyətsiz şeyləri biz əhəmiyyət veririk. Əhəmiyyətli şeylərə əhəmiyyət vermirik. Bunlarda elə deyil. Məsələn, sən zibilə at yerə, alman görsə, sənə didəcək ki, sən niyə yerə zibil atırsan? Vətəndaş özü nəzarət edir ona da. Amma məsələn, tam səmimi mən deyirəm, Azərbaycanda kimsə yerə zibil, başımı ağrıtmamaq üçün, onun mənlə problemi düşməməsi üçün göz yumacaqsan. Yəni deyəcəksən ki, lənət şeytana, sən Allah özü bilər şey. Bu elə keçməz. Baxaca onu düzəltdirəcəksən hə? Çünki belə bir sistemləri var ki, yəni o onu mən deyir riayət edirəmsə, sən də riayət eləməlisən. Ona görə bunların o vergi takıntılığı var. Deyir mən vergi verirəmsə, sən də vergi verməlisən. Mən işləyirəmsə, sən də işləməlisən. Buranı təmiz saxlayıramsa, sən də təmiz saxlamalısan. Maşın sürmə mədəniyyətləri olduqca yuxarıda, ara məsafə çox qəşəng saxlayırlar, belə deyək, səliqəli. Dediyim kimi velosipedə yol verir, piyadaya yol verir. Yəni bunların hamısı görüb götürüb öyrənəcəyimiz şeylərdir. Çətin də deyil əslində. İstəsə eləyə də bilərik. Belə amma bu şeylərdir. Yəni insanı insan eləyən onun xırda gündəlik aktivitələridir. Onlar burada daha rahatdır. Velosipedə minirsən marketə gedirsən, velosipedə minirsən idmana gedirsən. Gecikirsən velosipedlə getdin qatar stansiyasında bağladın, mindin qatara getdin. Yəni bu ən bəsit şeylər. İnsanı xoşbəxt edə bilən ən bəsit şeylər. Ona görə mən çox razıyam. Sənə qısa bir sualım var. Ondan sonra artıq yekunlaşdırırıq proqramı yavaş-yavaş. Sonra gedə bilər yarasa. Vaxtın var, problem deyil. Və ürəyin nəsə istəyirsən, fərqindəyim. Bilirəm təxminən nə istədim. Qoy. Girək pivəliyət də. Yox da, pubda şey yoxdur, o qızarmış pendir yoxdur. Yaman deyil yəni. Pizza yeyək. O da olar. Bunu soruşmaq istəyirəm qısa. Maraqlıdır mənim üçün, çox musiqi dinlədiyim üçün. Qürbət bir mahnı olsaydı hansı olardı? Elə bir mahnı var ki, onu dinləyəndə məsələn nə qədər özünü qürbətdə hiss eləməsən də bir könlündə bir həsrət formalaşırdı Azərbaycana qarşı. Belə bir mahnı varmı? Olar məncə. Ver. Ey bizə qatqındır ya. Bizim də yurdumuz yuvamız olubdur. Yəni deyirsən ki, yəni şey eşidəndə sən qəmləndirən. Eynən, yəni qürbəti ən yaxşı belə təsvir edən ya da o qürbət hissini ən yaxşı formalaşdıran mahnı. Var elə bir mahnı ki, açıb dinləyirsən. Eyyub Yaqubovun nə bilim bir Bakı mahnısı ola bilər. Abbasın var elə mahnıları. Açığı bu yox, onlar təsir eləmir mənə. Yəni Bərdəli adama səninlə. Muğama qulaq asıram. Tam sən şey deyirəm, bizim Bərdə var. YouTube-da yaz çıxacaq, ona qulaq as. Yəni əgər tam şey olaraq düşünsək, biraz düzdür. Məsələn, yəni söhbət Azərbaycan musiqisindən getdiyi üçün danışıram mən. Azərbaycan musiqisindən, yəni deyək ki, Azərbaycan retro musiqisi zaten hamısı romantikadır. Hə. Yəni qulaq asanda bir xəyala dalıb gedirsən təbii ki. Amma ən belə yəni bir kənd uşağı olaraq deyim, bir deyək ki,
indi Bərdən də bir Qarabağ hissəsi var da, deyək ki, bir Qarabağlı olaraq əgər nəzərdə tutsaq özümüzü, təbii ki, bizim mayamız muğamladır, xalq musiqisi ilədir. Yəni hər hansı birini eşidəndə qəm gəlir, yəni istər-istəməz. Nə bilim, olur arada bir də görsən, mənim yaxşı playlistim var məsələn, rəhmətli Səxavət hansısa bir yaxşı bir mahnını oxuyanda. Bayatı Şiraz zat belə. Bayatı Şiraz ola bilər. İndi bax, yəni dediyim kimi bizim muğam hər ruh halına demək ki, oxşayan bir şeydir. Deyək ki, niyə bizdə segah çox tutulur? Çünki başımıza gələn müsibətləri sanki bir zəngurə ilə izah eləməyə çalışır. Ona görə onu dinləyəndə sanki o şeyə girdaba düşmüş kimi olursan, özünü bir tuta bilmirsən ki, başımıza gətirilən xalq olaraq müsibətləri eləyə bilirsən. Ya düşünürəm ki, muğama qulaq asanda, retro musiqilərə qulaq asanda. Amma ən son bu Məhəmməd Hüseyn, öz adaşımın Məhəmməd Hüseyn Şəhriyarın o Ulduz şeirindən yazılan mahnı var. Məsələn, o məni çox eləyirdi. Bir iki həftədir onun zümzümə eləyir gəzirəm. Ən son misrası əslində. Eşqi var idi Şəhriyarın, güllü çiçəkli. Əfsus ki, qəza vurdu, xəzan oldu baharın. Vay, vay, vay. Hə, belə. Amma yəni təbii ki, o dərin adamdır. Mən baxmayaraq ki, onun adını daşıyıram. Şəhriyar, son sualım sənə odur ki, gələcək planın nədir? Gələcək planların, nə etmək istəyirsən, özü nə bilim, harda görürsən? Hə, bu mən əvvəl yekə-yekə danışırdım. Sonra mən o danışdığım heç nə üstə düşmədi. Ona görə planlar da dəyişəsi oldu. Çox yekə danışmayacağam. Amma nə edəcəm? Düşünürəm ki, hər bir insan üçün, deyək ki, biz bura yerləşməyin bir mənası vardır. Məsələn, 2 il yeni bir müddətdir. Adətən proses necə getməlidir? Sən daimi oturum alırsan, vətəndaşdan müraciət edirsən falan filan. Yenə də mən düşünürəm ki, baxmaq lazımdır, analiz etmək lazımdır ki, buradakı durum nədir? Əgər deyək ki, burada da iqtisadi vəziyyət yaxşı deyilsə, ya deyək ki, aşırı sağçılar hakimiyyətə gəlsə, mən indən belə gettoya gedib qaz kamerasında boğulasa halım yox, yəni. Ona görə yəni o şeyə də açıq olmaq lazımdır ki, siyasi fəaliyyətin özü nədən gedir, hansı söhbət gedir, tendensiya nəyə doğru gedir. İndi araşdırıb baxırıq da, deyək ki, indi AFT qazanmaq istəyir, ondan gah deyir ki, deyək ki, koalisiya olacam, sonra altdan koalisiya olur falan. Bu verişi çəkdiyimiz tarixdə seçim prosesi davam edir. Yəni ona görə maraqlanıram mən də ki, o seçim prosesindən olacaq. Çünki məsələn deyək ki, miqrantları qovulması ilə bağlı qanun layihəsi keçirdəcəkdi də. Bizim kimi yox, amma deyək ki, o işləməyən, nə bilim, qaçqın kimi falan gələn. Onu gah keçirdilər, gah keçirtmədilər. Bunlar hamısı təbii olaraq nədir? Cəmiyyətin nəbzini ölçən bir şeydir. Amma qəsdli olaraq bir şey deyirlər. Xalqı manipulyasiya eləmək üçün, yəni xüsusən almanları manipulyasiya eləmək üçün. Plan ola bilər ki, bura yerləşəsən, daimi yaşayasan. Vətəndaşlıq olsun falan, digər şeylər olsun. Nə bilim, ən uğurlu şeylərdən biri ola bilər ki, məsələn, Almanın evi varsa, o 1 milyon sıfır qabaq hesab edir özünü. Çünki ev kirayə siz də bilirsiniz ki, dəhşət bahadır. Yəni düşünün ki, məsələn 1500, 1600, 1800, 2000 avro bəzən olur ki, onu vermirsən arasa, o sənə qalır. Deməli sən 2 qat daha bahalı hobbilər yarada bilərsən özünə bu formada düşünsək. Digər bir şey, daha yaxşı şirkətə keçmək ola bilər, həyatını daha yaxşılaşdırmaq ola bilər. Amma burdasan daha çox, yəni özünü burada görürsən. Hə, burada mən başqa bir yerdə şey eləmirəm. Yəni daha yaxşı bir yer, deyək ki, mənim bir mənim uşağım var. O Polşada idi, sonra bu Amerikaya getdi falan. İndi oradan mən arada yazır. Mən çox cavab vermirəm ona, çünki biraz belə maşennik xəssiyyətlərə mənə gəlir. O maşennik adam görəndə də mən düz olmaq lazımdır. Yəni xüsusən də pula və sözə düz olmaq lazımdır. Yəni ona görə indi ona çox da əhəmiyyət vermirəm. Amma ümumən belə pis şərtdir. Qulaq asacaq yəqin ki. Məsələn o tərifləyən nə var orada o almanların arasında falan filan. Yəni almanlar gəlsən yemir, dişləmir, bir şey eləmir. Sən qanununu yaşayırsan, sənədin qaydasındadır. Elmi adamsan, belə deyək, qanuna riayət edirsən. Yəni yaşamaq üçün bundan baş ağrısı yox, qonşu səni güdmür. Mahallə baskısı yoxdur, söz söhbət yoxdur. Yəni bundan gözəl nə ola bilər? Keyf də, yəni yaşa. Özünə əlavə yüklər, stresslər. Amma ən önəmli təbii ki, sağlamlıqdır. Yəni onu da düşünmək lazımdır. Məsələn mən
çalışıram ki, çəkim çox artmasın. İdmana gedirəm o şeylə. Mən buradan çıxıb pizza yeyəcəyik. Pizza yeməliyik də. İndi şəxsi olaraq deyək ki, nə bilim, bu da inkişaf hesab ediriksə, planı tatu elətdirmək istəyirəm. Yəni o da adi insani faktorlardan danışıram da. Yəni İtalyan dilinə marağım var mən bəlkə. Niyə almanı öyrənmirsən, İtalyanı öyrənirsən desən, onu da bilmirəm. Almanı ilə bir beynim qəbul edəmir, amma İtalyanı qəbul edir. Dayıoğlu İtaliyadadır bu arada. Yəqin ki, ona da salam. Hə, ona da salam. Getmişdim yanına. Ana dili kimi danışır, lokal dialekt özdə. Çox əla. Ləzzət eləmişdi. Yəni belə, deyək ev almaqdır. Maşın yox, maşın almaq istəmirəm. Mübarizə aparıram bundan. Çünki hər Bakıdan gələn zəng, ucuzdur. Maşın niyə almırsan? Niyə Mercedes-in yox? Niyə BMW almırsan? Bakıda buradan daha çox Mercedes var. Bura bunun məmləkətidir. Burada mən o qədər Mercedes görmürəm. Volkswagen görmürəm. Yəni elə əslində çox ucuzdur, düz deyirlər. Yəni deyək ki, aya 300-350-yə sən yaxşı bir Leasingdən ala bilirsən. Leasingdən ala bilirsən. Axırıncı BMW-ni ala bilirsən, nə ala bilirsən. Yəni ala bilirsən, amma yəni marağım yoxdur. Maşın görəndə mən qaşınmaq istəmirəm. Mənki ictimai nəqliyyatdır, velosipeddir, skuterdir, idmandır. Belə şeylərdir. Yəni belə planlar, minnak planlardır. Deyim ki, belə dəhşət bir şey. Məsələn, təsəvvürümdə milyoner olmaq görsənmir. Yəni mən elə düşünürəm ki, elə mən bir şirkətdə də işləməliyəm. Daha yuxarı məsələn atıram da deyək ki, növbəti ən yaxın addımım buradan gedə biləcəyim bir Google ola bilər. Onun üçün də xüsusi hazırlaşmaq lazımdır. Metodu var. Prosta oxumaq lazımdır sadəcə. Belə. Çox sağ ol Şəhriyar, qonaq olmağı qəbul etdiyin üçün və öz təcrübələri paylaşdığın üçün çox səmimi söhbət oldu. Çox həqiqətən həzz aldım. Həm səni tanımaqdan həzz aldım, həm də söhbətimizdən. Təşəkkür edirəm ona görə. Eşq olsun. Bu arada mənim əsas düşüncələrim də belə də. Yəni bu video üçün demirəm. Çox sağ ol, çox gözəl oldu. Mən də təşəkkür edirəm dəvət üçün. Əslində Azərbaycanda belə bir layihənin olması çox gözəldir və əvvəl də elə yəni düşünürdüm ki, deyək ki, bir rəsmi qaydada nəsə söhbət eləməyim, çünki mənim xəssiyyətim də deyil. Amma gördüm ki, səmimi ortamdır. Yəni çalışdım bu videoda, yəni sizin də köməkliğinizlə insani tərəfləri daha önə çıxardaq ki, bizi biz eləyən nədir? Biz nəyin axtarışındayıq? Çünki ölənə kimi nəsə axtarırıq biz. Bu ömürdə bir dəfə verilir. Axtardığımızı tapmağı daimi dayandırmamalıyıq. Daimi olaraq axtarışda olmalıyıq. Bu qürbətə getmək ola bilər, yeni bir nəsə bilik əldə etmək ola bilər. Yəni bu fokusdan istədim mən də danışım. Çox, yəni mənim üçün faydalı oldu həqiqətən. Öz dilimdə danışmaq. Onda bu minvalda son sual verəcəm sənə. Nə tövsiyən olar? Çox qısa, yəni gəlmək istəyənlərə, gəlmişlərə. Gəlmişlərə də gəliblər. Mən nə tövsiyə edeyim onlara? Gəlmişlərə belə tövsiyə edə bilərəm. Məsələn deyək ki, Azərbaycanlı görəndə qaçmasınlar. Yəni bunu tövsiyə edirəm. Yaxşı gedir. Qızlar olsun, yəni xanımlarımız olsun, oğlanlar olsun, narahat olmayın. Məsələn mən sizə yazıramsa pul zat istəməyəcəm. Ya da bir problemə salmayacam sizi. Baxın, ölçün, bitsin ki, bu adamla oturmağa dəyər ya yox. Yəni hamıya da bir şey, özünü də belə şey hiss edirsən ki, yaxşı, mən səndən eyni səviyyədəyəm. Nəsə olur ki, mən hamı ilə görüşüb deyib gülürəm, amma siz yəni o qədər yekələndiniz də belə deyək, yəni o şey adam saymırsınızmı nə bilim. Mən polemiyə girmək istəmirəm, amma bu həssas yerdir. Yəni insani tərəfi unutmayaq. Nə olsa da, məsələn bayaq dediyim kimi əməliyyat oldum, hansısa Alman yadıma düşmədi ki. Azərbaycanlı dostum yadıma düşdü. Azərbaycanlı yadına düşdü ki, gəl xilas elə məni, məsələn qalmışam. Heç olmasa telefonunu verməyə bir adamın olsun da ki, cibin qalır çöldə də, yəni aparırlar sənə bir telefonu uzadasan ki, qaqa buna bax da, sən bilənə, zəng gəlsə denə. Yəni dədəm zəng eləsə cavab ver falan. Yəni bir bunu tövsiyə edərəm. İki, burada olanlara şeydir. Yəni community-yə qatışıb girişmək lazımdır. Dediyim kimi birinci şərt odur ki, səmimiyyətimizi itirməyək. Azərbaycanla görəndə qaçmayaq. Community-də nədir? Yəni görürüksə ki, hansısa bir layihə var, ona gəlib canla başla iştirak eləmək lazımdır. Sən elədiyin kimi. Hə, yəni mən çox xoşladım, bəyəndim, ləzzət elədi. Gəlmək istəyənlərə də nədir? Gəlmək istəməyinizin səbəbini aşkarlayın. Məsələn, mən səbəbini tapmışdım. Səbəbim odur ki, xoşbəxt deyildim. Maddi olaraq yox, mənəvi. Əgər siz düşünürsünüzsə ki, Almaniyada deyək ki, Amerikada kimi imkanlar ölkəsidir, milyon qazanacaqsınız, qoz tökülüb, yeləsib, yaxud da yeləsib, qoz tökülüb. Yox, elə bir şey yoxdur. Vergi yuxarıdır, maaşlar belə də çox da yuxarı deyil, bir təhər yola vermək olur. Yenə deyirəm, əgər siz pul üçün xoşbəxtliyi axtarırsınızsa, bu ölkə inanmıram sizi qane eləyir tam 100%. Amma yox,
Mənim kimi deyək ki, qatar görəndə wow eləyirsinizsə, velosiped yolu görəndə deyirsinizsə ki, vay dədə bu nə olan şeydir. Sadə, ləzzətli, bərabər hüquqluluq axtarırsınızsa, bu ölkə sizinlikdir deyə bilərəm. Yəni mən elə düşünürəm. Mənəvi tərəf, insanlıq tərəf. Çox sağ ol. Təkrar təşəkkür edirəm öz adımdan, həm də dostum Orxanın adından. Çox xoş oldu. Eşq olsun, sağ olun. Görüşərik Şəhriyar.